Mərkəzi Gömrük Hospitalının həkim oftalmoloq Aynura Əliyeva yeni doğulmuşların müayinə paket çərçivəsində oftalmoloji müayinələr haqqında məlumat vermək istəyirəm. Körpə uşaqları müayinəsində biz gözün ön səthinə, optik mühitlərə, bəbəyin işıq reaksiyasına, göz zibinə baxıb ümumi vəziyyət haqqında məlumat veririk. Bu müayinənin məqsədi gələcəkdə uşaqda yaşana biləcək hər hansı bir görmə zəifliyi, yaxud da gözündə baş verə biləcək hər hansı bir xəstəliyin vaxtında aşkarlanıb qarşısını almağı və müalicə olmağı məqsədlə aparılır. Körpə uşaqlarda daha çox rast gəlinir yaş kanalı darlığı, anında müalicəsi nəticəsində gələcəkdə əməliyyatlardan uşağı qorumuş oluruq. Vaxtından tez doğmuş uşaqlarda rast gələn göz tibi xəstəliyi, retinopatiyaları vaxtında aşkarlanması və vaxtında müalicə tətbiq etməklə uşağın gələcəkdə yüksək görməni təmin etmək, o qarantılanır və uşaqlarda anadan gəlmə kataraktanın vaxtında aşkarlanması ilə uşağın gözdən əlilliyin qarşısını almış oluruq. Vaxtında tətbiq olunmuş müalicə nəticəsində uşaqlarımızı parlaq gələcəklə təmin edə bilərik. Ona görə biz də körpə uşaqları doğulduğu ilk 3 gün ərzində müayinə edirik. Hər hansı bir xoşagəlməz vəziyyət aşkarlansa, patoloji vəziyyət aşkarlansa, pediatra müşahidə olunan pediatra məlumat veririk və kontrolümüzdə saxlayırıq.